Bir boğça düşünün, içində bol ləzzət. Bu boğçanın içində nə gizlənib? Sona qədər izlə ki, biləsən. Maraqlı oldusa hazırlanmasına keçək. Soğan, kapya biber, balqar biberini xırda-xırda, göbələkləri nazik, toyuq filesini kub formasında doğrayıram. Qızğın yağda ilk toyuq ətini qovurdum. Daha sonra göbələkləri qovurub yığdım. Soğan və biberləri də yaxşıca qovurub digər bişmiş ərzaqları da qatıram. Zövqə görə duz, istiot, pul biber əlavə edib alınan içliyi qaymaqla birləşdirdim. Qaymaq 30%li olsa lap yaxşı, olmasa smetanla da əvəz edə bilərsiniz. İçliyim soyuyana kimi xəmiri hazırlayım. Una, duz, qabartma tozu qatıb quru ərzaqları qarışdırıram. Oyuq açıb yumurta, əridilmiş kərə yağı, smetan, süd qatıb xəmiri yoğururam. Xəmirin rahat yayılmağı üçün üzərini örtüb yarım saat dincəlməyə qoyuram. Xəmiri 10 hissəyə böldüm. 2 hissəni boğçanın üzəri üçün ayırdım. Siz 12 hissəyə bölüb nisbətən kiçik formalarda da hazırlaya bilərsiniz. Xəmiri yayıb kasaya yerləşdirirəm. Orta hissəyə rəndələnmiş Holland pendiri, daha sonra içlikdən qoyub boğça kimi bükürəm. Kiçik topları və forma verdiyim xəmiri boğçanın üzərinə yerləşdirib hər tərəfinə yumurta sarısı çəkirəm. Öncədən isitdiyim 180 dərəcəlik sobada bişməyə göndərirəm. Resepti istəyənlər şərhlərə nəzər yetirin. Orada sizlər üçün qeyd etmişəm. Sizcə başqa hansı içliklə hazırlamaq olar? Fikirlərinizi şərhlərdə gözləyirəm. Bəyəndinizsə dəstək üçün kanalı izləməyə alıb yaxınlarınızla bölüşün.